Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. İnnel hamdelellahi nahmeduhu ve nesta'inuhu ve nestağfiruh ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lahu ve men yudlil fela hadiye lahu ve eşhedü en la ilahe illallah vahdehu la şerike lahu ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Ya eyyühellezine amenu ittakullaha hakka tukatihi ve la temutunne illa ve entum muslimun. Ya eyyühen nasu ittaku rabbakumullezî halakakum min nefsin vahide ve halaka minha zavceha ve besse minhuma ricalen kesiren ve nisâ'eh ve ittakullahellezî tesâelûne bihi vel erham. İnnallâhe kâne aleykum rakîbâ. Ya eyyühellezîne amenu ittakullaha ve kûlû kavlen sedîdâ yuslih lekum a'mâlekum ve yagfir lekum zunûbekum. ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Deməli, əgər bizə sual verilsə ki, sizin etiqadınız nədən ibarətdir və yaxud da sual edilsə ki, necə inanırsınız? Yəni, inancın şəkli. Cavabında Əhl-i-Sünnə vəl-Cəma etiqadının əsasları, həmən əsasların mövzuları və bu mövzular Əhl-i-Sünnə vəl-Cəma məzhəbinin imamlarının etiqadla bağlı təlif etdikləri risalələrdə mövzular şəklində sıralanıb. Şeyxülislam İbn Teymiyyə rahiməhullah, Əqidətül Vasitiyyə, Əqidətül Tedmuriyyə, Əqidətül Həməviyyə, Əqidətül İsfahaniyyə, İmam Beyhəqinin etiqad kitabı, İbn-i Qudamə Əl-Məqdisinin Lümətül Etiqad kitabı, Abdülğani Əl-Məqdisinin Əl-İqtisadu fil-İtiqad kitabı, İmam Əl-Zurinin Əş-Şəriə, İmam Ləl-Kainin Əhl-i-Sünnə və Cəma etiqadının şərhi, İmam Əhmədin Usul-u Sünnə, İmam Abdullahın Sünnə, İmam Qeyravaninin Əqidətül Qeyravaniyyə, İmam Səfəraninin Əqidətül Səfəraniyyə, Muhammed ibn Abdülvahabın Tövhid kitabı və s. Bu kitabların içərisində Əhl-i-Sünnətin etiqadı müxtəsər şəkildə mövzular olaraq zikr edilir. Və bu mövzuların birincisi, yəni bizim etiqadımızla bağlı olan mövzuların birincisi Allah Subhanahu və Teala barəsində bizim etiqadımızdır. Yəni biz Allaha necə inanırıq? Bütün dinlər, bütün firqələr Allah Subhanahu və Teala'nın varlığına inanır. Ancaq inancın şəkli, yəni müsəlman, əhl-i sünnət məzhəbində olan bir kəs Allah Subhanahu və Teala'ya necə inanır? Bu, etiqadla bağlı olan mövzuların birincisidir. Bütün bu adını çəkdiyim kitablarda, bütün bu imamlar mövzunun ilişini birinci bu mövzu ilə başlayıblar. Yəni Allah Subhanahu və Teala barəsində etiqadımız. Allah Subhanahu və Teala Quran-ı Kərimdə buyurur ki, Allahu la ilahə illə huvəl hayyul qayyum, la təxuzuhu sinətun və la nəvmun, ləhu mə fissəməvati və mə fil ard, mən zəlləzi yəşfə'u indəhu illə biiznih, ya'ləmu mə beynə əydihim və mə xalfəhum, və la yuhitunə bi şeyin min ilmihi illə bimə şəə, və siyə kursiyyuhu səməvati vəl ard, və la yəuduhu hıfzuhumə və huvəl aliyyul azim. Allah özündən başqa ibadətə layiq haqq məbud yoxdur. O diridir, həy və o himayə edəndir, qayyumdur. Ləhu mə fissəməvati və mə fil ard. Səmalarda və yerdə nə varsa hamısı onundur. O, insanların önündə olanı da, arxasında olanı da bilir. Və onun yanında izni olmadan heç kəs vasitə, şəfaətçi ola bilməz. Və onun kürsüsü
səmaları və yeri əhatə edir. Və bunları idarə etmək onun üçün çətin deyil. Və o ucadır və əzəmətlidir. Allah subhanahu wa ta'ala bu ayətdə Ayətül Kürsü deyilir. Kürsü ayətində özünü tərif edir. Yəni özünü nə edir? İnsanlara tanıdır. İxlas surəsində Allah subhanahu wa ta'ala buyurur ki, Qul huvallahu əhəd. De ki, Allah təkdir. Allahu saməd. Allah samaddır. Heç bir şeyə ehtiyacı yoxdur. Ləm yəlid. Doğmayıb. Və ləm yuləd. Doğulmayıb. Və ləm yəkun ləhu kufuvən əhəd. Və ona bənzər heç bir şey yoxdur. Allah subhanahu wa ta'ala'nın Quranda, Quran-ı Kərimdə və Allah Rəsulunun sünnətində Allah subhanahu wa ta'ala özünün özünə izafə etdiyi isimlər, sifətlər və Allah Rəsulunun səhih sünnətdə Allah subhanahu wa ta'ala'ya izafə etdiyi isimlər və sifətlər. Əhl-i sünnətin məhzəbi bütün bu isimləri, sifətləri isbat etməkdir, təsdiq etmək. Subhanə rabbikə rabbil izzəti amma yasifun və salamun aləl mursalin velhamdülillahi rabbil aləmin. Allah subhanahu wa ta'ala Saffat surəsinin sonundakı bu 3 ayətdə buyurur ki, Subhanə rabbikə rabbil izzə, sənin izzət Rəbbin olan Allah, sənin Rəbbin insanların vəsf etdiyi şeylərdən nöqsansızdır. Və salamun aləl mursalin və rəsullara salam olsun. Velhamdülillahi rabbil aləmin. Və aləmlərin Rəbbi olan Allah həmd olsun. Şeyxülislam İbn Teymiyyə rahiməhullah bu 3 ayəti vasitiyyədə zikr edir və bildirir ki, bu ayətdə Allah subhanahu ta'ala Peyğəmbər sallallahu aleyhi ve sellemə xitaban buyurur ki, sənin izzət Rəbbin olan insanların vəsf etdiyi şeylərdən nöqsansızdır. Rəsullar öz qövmlərinə Allah subhanahu wa ta'ala'nı tanıtdıqda, rəsulların tanıtmasından sonra qövmlər Allah subhanahu wa ta'ala'ya qarşı nöqsan sifətləri izafə edirlər. Məsələn, Yahudilər, Xristiyanlar deyirdilər, İsa Allahın oğludur, mələklər Allahın qızlarıdır, Uzeyr Allahın oğludur. Allah subhanahu wa ta'ala öz peyğəmbərləri ilə bağlı deyir ki, və salamun aləl mursalin, yəni salam olsun rəsullara, qövmlərin Allaha nöqsan sifətini izafə etdikdə, rəsulların onlara verdiyi cavabın müqabilində Allah subhanahu wa ta'ala rəsullarına salam deyir. Velhamdülillahi rabbil aləmin. Və həmd olsun aləmlərin Rəbbi olan Allaha. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُوا الَّذ۪ينَ يُلْهِدُونَ فِي أَسْمَائِهِ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ. Bütün gözəl isimlər Allaha məxsusdur və Allaha onlarla dua edin və bu isimləri inkar edənləri tərk edin. Onlar etdiklərinə görə cəzalanacaqlar. Bu isimlərlə, sifətlərlə bağlı əhl-i sünnətin Allah subhanahu wa ta'ala ilə bağlı, Allah subhanahu wa ta'ala'ya etiqadla bağlı inancının əsli bundan ibarətdir. وَلَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ. Onun mislində heç bir şey yoxdur və o eşidəndir və görəndir. Yəni, Quran və sünnətdə Allah subhanahu wa ta'ala'nın nə ismi zikr edilirsə, həmən isimlərin və sifətlərin hamısına inanırıq. Lakin təkyif, təmsil, təhrif, tətil, inkar etmədən, keyfiyyət vermədən, misil vermədən, bənzətmə etmədən. İmam Əhməd İbn Həmbəl rahiməhullah bu ayətlərlə bağlı buyurur ki, əmirruhə kəməl cəət. Bu ayətlər nə cür gəlib, o cür də onların üzərindən keçib. Yəni, Quran və sünnətdə Allah subhanahu wa ta'ala özünə nə isim bildiribsə, nə sifət bildiribsə və sünnətdə Allah Rəsulu, Allah subhanahu wa ta'ala barəsində nə isim, nə sifət bildiribsə, hamısını nə edirik? Təsdiq edirik. Bu Allah subhanahu wa ta'ala ilə bağlı əhl-i sünnətin etiqadıdır. İslam tarixində ortaya çıxmış firqələr, Mü'təzilə firqəsi, Cəhmiyyə firqəsi, Əşşarilər, Maturudilər və s. və Mufavvada firqəsi bu isimlərin əksəriyyətini inkar edir, təvil edir, təhrif edir, başqa mənalar yüklüyür və
isim sifətlərlə bağlı isə əhl-i sünnətin səhih etiqadı bundan ibarətdir. Allah subhanahu wa ta'ala buyurur ki, Ər-Rəhmanu aləl-ərş istəvə, Rəhman ərşin üzərinə istifa etdi. İnnə rabbəkumullahu ləzi xaləqə səməvati vəl-ərd fi sittəti əyyəmin sümmə istəvə aləl-ərş. Yuxşil leylən nəhər, yaslibuhu həsisən. Və-şəmsə vəl-qəmərə vəl-nucumə musəxxəratın fi əmrihi. Ələ ləhul xalqu vəl-əmr. Təbarəkallahu Rabbul aləmin. Allah subhanahu wa ta'ala buyurur ki, həqiqətən sənin Rəbbin səmaları və yeri 6 günə xəlq etdi, sonra ərşinin üzərinə istifa etdi. Və gecəni gündüzü bir-biri ilə surətlə əvəz edir. Və günəş, ay, ulduzlar onun əmrinə tabedir. Ələ ləhul xalqu vəl-əmr. Xəlq etmək də, əmr etmək də ona aiddir. Və sənin Rəbbin ucadır. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə 7 yerdə ərşin üzərinə istifa etdiyini bildirir. Və bu istifanı Allah subhanahu wa ta'ala'nın ərşin üzərində olmasını təsdiq etmək əhl-i sünnə vəl cəmaat etiqadının bir hissəsidir. İmam Məlik bin Ənəs rahiməhullah zamanında İmam Məlikə birisi sual verir ki, istiva barəsində, yəni Allah subhanahu wa ta'ala'nın ayətlərdə bildirdiyi istiva barəsində, Allah subhanahu wa ta'ala'nın ərşin üzərində olması barəsində İmam Əhməd rahiməhullah buyurur ki, İmam Məlik rahiməhullah buyurur ki, Əl-istifəu ma'lum vəl-keyfə qeyrə məqul vəl-imənu bihi vacib vəs-sualu anhu bid'atun. İstifa, ayətlərdə zikr edən istifa məlumdur, lakin necə əql edilən deyil və buna iman etmək vacibdir və bu barəsində sual vermək isə bidətdir. Və mə ərəkə illə dalilən, səni də mən yalnız azğın olaraq görürəm. Əhl-i sünnə və cəmaə etiqadının Allah subhanahu wa ta'ala ilə bağlı, Allah subhanahu wa ta'alaya inancla bağlı etiqadı qısa olaraq bundan ibarətdir. Və yenə əhl-i sünnə və cəmaət etiqadının mövzularından birisi Muhammed sallallahu aleyhi və səlləm Rəsulların sonuncusu, Rəsulların və Nəbilərin sonuncusu. Muhammed sallallahu aleyhi və səlləmdən sonra Rəsul, Nəbi iddiasında olmaq əhl-i sünnətin etiqadına görə küfürdür. Allah subhanahu wa ta'ala Əhzab surəsində buyurur ki, وَمَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَكِنْ رَسُولَ اللّٰهِ وَخَاتَمَ النَّبِيِّينَ. Muhammed sizlərdən heç bir kişinin atası deyil, lakin o Allahın Rəsulu və Nəbilərin sonuncusudur. Ənam surəsində Allah subhanahu wa ta'ala buyurur ki, قُلْ يَا أَيُّهَا النَّاسِ إِنِّي رَسُولُ اللّٰهِ إِلَيْكُمْ جَمِيعًا. De ki, ey insanlar, mən sizin hamınız üçün göndərilmiş Rəsulam. Səba surəsində Allah subhanahu wa ta'ala buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَكِنْ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ. Biz səni insanların hamısı üçün göndərdik. Müjdə verən və qorxudan olaraq, lakin insanların əksəriyyəti bunu bilməzlər. Ənbiya surəsində Allah subhanahu wa ta'ala buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Biz səni yalnız aləmlərə bir rəhmət olaraq göndərdik. Allah Rəsulu bütün insanlara göndərilmiş rəsuldur. Allah Rəsulunun sonuncu rəsul olduğuna iman gətirmədikcə insan müsəlman ola bilməz. Və əhl-i sünnətin etiqadının mövzularından birisi də Allah subhanahu wa ta'ala'nın kitabı. Quran-ı Kərim Allah subhanahu wa ta'ala'nın sonuncu nazil etdiyi kitabdır və özündən əvvəlki bütün şəriətləri nəsx edib və qiyamətə qədər qorunaraq qalacaq. Buna iman gətirməmiş insan müsəlman ola bilməz. Allah subhanahu wa ta'ala Hicr surəsində buyurur ki, İnnə nəhnu nəzzəlnə zikrə və innə ləhu ləhəfizun. Zikri biz nazil etdik və şübhəsiz ki, biz də onu mühafizə edəcəyik. Əhl-i sünnətin etiqadının mövzularından birisi Allah subhanahu wa ta'ala'nın dini, İslam dini sonuncu dindir
və özündən qabaq bütün dinləri nəsx edib və mükəlləf olan birisi buna inanmadığı müddətcə müsəlman ola bilməz. Allah subhanahu wa ta'ala Maidə surəsində buyurur ki, Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İsləmə dinən. Bugün sizin dininizi kamil etdim və sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim. Allah subhanahu wa ta'ala Al-İmran surəsində buyurur ki, İnnə dinə indallahi əl-İslam. Allah qatında din İslamdır. وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Kim İslamdan başqa din ardınca gedərsə, o din həmən kəsdən qəbul edilməz və həmən kəs ahirətdə zərər çəkənlərdən olar. Əhl-i sünnətin etiqadının bir mövzusu da budur ki, İslam dinindən başqa din yoxdur. Allah qatında məqbul din yalnız bu dindir. Əhl-i sünnətin etiqadının digər mövzularından birisi Allah subhanahu wa ta'ala'nın dini 3 mərtəbədən ibarətdir. İman, İslam, İhsan. Məşhur Cəbrail hədisində Cəbrail əleyhissalam insan cildində gəlib Allah Rəsuluna İman, İslam, İhsanla bağlı verdiyi suallar. Və məl-iman. İman nədir? Allah Resulü buyurur ki, ən tu'minə billahi və mələikətihi və kutubihi və rusulihi və l-yevmil əxiri və ən tu'minə bil-qadər xeyrihi və şərrihi. Allaha iman gətirmək, mələklərinə, kitablarına, rəsullarına, axirət gününə və xeyrin, şərin, yəni qədərin Allahdan olmasına. Və məl-İslam. İslam nədir? Ən təşhədə ən la iləhə illallah və ənə Muhammədən Rasulullah və tuqimə salat və tu'tiyyə zəkat və təsumər Ramadan və təhuccəl beyt. La iləhə illallah şəhadəti və Muhammed sallallahu aleyhi ve sellemin Allahın Rəsulu olması, namaz qılmaq, zəkat vermək, oruç tutmaq, həcc etmək. İslam dininin 5 rükunu. Və məl-İhsan. İhsan nədir? Allah Rəsulü aleyhissalatu vesselam buyurur ki, ən tə'budallaha kəənnəkə tərəhu fə in ləm təkun tərəhu fə innəhu yərəkə. Allaha onu görürmüş kimi ibadət etmək. Sən onu görməsən də o səni görür. İslam dini bu 3 mərtəbədən ibarətdir. İman, İslam, İhsan. Və bunun hər rüknunun özünün öz təfsilatı var. İslam dininin Əhl-i Sünnət etiqadının başqa bir mövzusu, biz etiqad edirik ki, misaq haqdır. Quran-ı Kərimdə Allah subhanahu wa ta'ala Ərəf surəsində buyurur ki, وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قَالُوا بَلَى شَهِدْنَا أَنْ تَقُولُوا يَوْمَ الْقِيَامَةِ إِنَّا كُنَّا عَنْ هَذَا غَافِلِينَ أَوْ تَقُولُوا إِنَّمَا أَشْرَكَ آبَاؤُنَا مِنْ قَبْلُ وَكُنَّا ذُرِّيَّةً مِنْ بَعْدِهِمْ أَفَتُهْلِكُنَا بِمَا فَعَلَ الْمُبْطِلُونَ. Sənin Rəbbin bir zaman Adəmin belindən gələn zürriyyətini çıxartdı və onları bir-birinə şahid etdi və sizin Rəbbiniz deyilənmi? Onlar dedilər ki, bəli və bunu ona görə etdik ki, qiyamət günü deməyəsiz ki, bilmirdik və yaxud da atalarımız şirk edirdi, biz də onların ardınca gələn zürriyyəti idik, onların etdiklərinə görə bizi həlak edəcəksən. Bu misaq, yəni əhd, Adəmdən Adəm övladının sonuncusuna qədər bu misaqın tərkibindədir. Yəni, hər bir kəs Allah subhanahu wa ta'ala'nın bu əhdini qəbul edib və bu əhdə tövhidin üzərindədir. İnsanların şirk etməməsi üçün. Şirkdə insanların əleyhinədir. İbn-i Kəsir rahiməhullah ayətin təfsirində buyurur ki, İnnəl murad bihədəl işhəd ən yəcələ hədəl işhəd hüccətən aleyhim fil işrək. Bu əhdəki, bu misaqdakı məqsəd bunu Allah subhanahu wa ta'ala qullarının əleyhinə hüccət edib şirk məsələsində, şirkdə. İbn Abbas radiyallahu anhum ayətin təfsirində buyurur ki, İnna Allaha məsəhə salbə Ədəmə fəssəxrəcə minhu kullə nəsəmətin ilə yevmil qiyamə. Allah subhanahu wa ta'ala Adəmin belinə məs çəkdi və qiyamətə qədər bütün zürriyyətini çıxartdı. Fəəxəzə minhumul misaq ən yə'buduhu və la yushriku bihi şeyən. Və onlardan əhd aldı ki,
mənə ibadət edəcəksiniz və mənə heç bir şeyə şərik qoşmayacaqsınız. Və həmçinin Əhl-i Sünnətin etiqadının mövzularından mizan, yəni tərəzi, qəbr əzabı, insanların əməllərini qeyd edən iki mələyin varlığı, sirat körpüsü, bunlar haqdır. Quran-ı Kərimdə Allah Subhanahu wa Ta'ala buyurur ki, وَنَدَعُ الْمَوَازِينَ الْقِسْتَ Biz həmən gün ədalət tərəzilərini qoyacaq. İnsanların əməllərini ölçən tərəzi. Haqdır. Bu, Əhl-i Sünnətin etiqadının mövzularındandır. Allah Subhanahu wa Ta'ala buyurur ki, مَا يَلْفِذُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ İnsan nə sözü tələffüz edirsə, onu qeyd edən iki mələk vardır. Həmçinin sırat körpüsü, qiyamət günü cəhənnəmin üzərindən cənnətə atılan körpü. İmam Tabarani Kəbirdə, İmam Həkim Müstədrəkdə, Muhammed Nasruddin Əl-Əlbani Silsilətül Əhədis-i Səhihədə rəvayət edir. Mavquf hədisdə İbn Məsud radiyallahu anhu buyurur ki, Əs-siratu kəhəddis seyf, dəhdun məzəllətun. Sırat körpüsü qılınc kimi itidir və heç bir tutacağı yoxdur və insanı yıxan bir şeydir. Cəhənnəmin üzərindən cənnətə atılan körpü. Həmçinin Kövsər haqdır. Allah Subhanahu wa Ta'ala öz Rəsuluna xitabən buyurur ki, İnnə ə'teynəkəl Kövsər, biz sənə Kövsəri verdik. Cənnətdə irmaqdır ki, onun suyundan içən əbədiyyən susamaz. Qəbir əzabı haqdır. Allah Subhanahu wa Ta'ala Ğafir surəsində buyurur ki, Ən-nəru yu'raduna aleyhə quduvan və əşiyyən. Onlar səhər, axşam oda salınırlar. Və ədxilu əli fir'avnə əşəddəl əzəb. Qiyamət günü isə Fir'onun əhli daha şiddətli əzaba salınacaq. Allah Subhanahu wa Ta'ala ayətdə bildirir ki, insan səhər, axşam oda salınır. Ancaq qiyamət qopduqda isə daha şiddətli oda salınır. Qəbir əzabı haqdır. İki qeyd edən mələyin olması, sırat körpüsü, qiyamət günü tərəzinin qoyulması, bunlar Əhl-i Sünnətin etiqad məsələləridir ki, İslam tarixində bunların çoxsunu inkar edən firqələr olub. Həmçinin səhabə barəsində Əhl-i Sünnətin etiqadı, bütün Əhl-i Sünnət uləması ittifaq edib ki, Əs-səhabətu kulluhum udul. Səhabələrin hamısı udul, yəni ədalət sahibi. Hədis elmində, mustalah elmində udul, ədalətli olan, yəni sözü qəbul edilən. Əs-səhabətu kulluhum udul. Səhabələrin hamısı ədalət sahibidir. وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ. Allah Subhanahu wa Ta'ala buyurur ki, ilk öncə iman gətirən, muhacir, ənsar və onlara gözəl şəkildə tabi olanlar. Allah onlardan razıdır, onlar Allahdan razıdır. Allah onları altlarından çaylar axan cənnətlərə daxil edəcəkdir. Bu əzəmətli bir qələbədir. Allah Subhanahu wa Ta'ala ayətdə muhacir və ənsar toplumundan razı olduğunu və onlara ümumən cənnət vəd etdiyini bildirir. Və həmçinin Əhl-i Sünnət uləması ittifaq etmişdir ki, Allah Rəsulunun əshabının içərisində ən fəzilətli səhabə Əbu Bəkr Əs-Siddiq radiyallahu anhu, Allah Rəsulunun birinci xəlifəsi. Bu da Əhl-i Sünnət etiqadının xüsusiyyətlərindəndir. Bütün əshabın içərisində ən fəzilətlisi Əbu Bəkr radiyallahu anhudur. Allah Rəsulü aleyhissalatu vesselam buyurur ki, Mə qarabəti şəms və lə tələət bədən nəbiyyinə vəl mursalinə alə əftəli min Əbu Bəkr. Nəbilərdən və rəsullardan sonra günəşin üzərinə doğduğu və batdığı ən fəzilətli insan Əbu Bəkirdir.
Allah Resulü aleyhissalatu vesselam buyurur ki, İqtədu billezine min ba'di Əbu Bəkr və Ömər. Məndən sonra Əbu Bəkr və Ömərə iqtida edin. Ləv kuntu muttəxidən min ümməti xalilən ləttəxəzzu Əbu Bəkrin xalilən. Əgər ümmətimdən özümə dost etməli olsam, mütləq Əbu Bəkr özümə dost edərəm. Və əhl-i sünnətin etiqadının mövzularından birisi Allah Resulü aleyhissalatu vesselamın əhl-i beyti sevmək. Şura surəsində Allah subhanahu wa ta'ala buyurur ki, Qul la əsəlukum aleyhi əcrən illəl məvaddətəl qurba. De ki, mən sizə etdiyim bu təbliğin əvəzində sizdən heç bir şey istəmirəm. Yalnız qohumlarımı sevməkdən başqa. Allah subhanahu wa ta'ala öz rəsuluna belə demətinə əmr edir ki, de ki, etdiyim bu təbliğin əvəzində qohumlarımı sevməkdən başqa, yəni əhl-i beytimi sevməkdən başqa sizdən heç bir şey istəmirəm. Allah Resulü aleyhissalatu vesselam buyurur ki, Fatimətu seyyidətü nisə əhlil cənnə. Fatimə cənnət qadınlarının, Fatimətu seyyidətü nisə əhlil cənnə. Cənnət əhlinin qadınlarının seyyidəsidir. Fatimətu bədəətun minni, fəmən əğdəbəhə əğdəbəni. Fatimə məndən bir parçadır. Onu qədəbləndirən məni qədəbləndirər. Allah Resulü aleyhissalatu vesselam buyurur, Əl-Həsən vəl-Hüseyn seyyidə şəbəbi əhlil cənnə. Həsən, Hüseyn cənnət gənclərinin seyyidləridir. Və humə reyhanətəyə minəd dünya. Onlar mənim bu dünyadan olan iki reyhanımdır. Allah Resulü aleyhissalatu vesselam Ali ibn Əbu Talib radiyallahu anhuya xitaben buyurur ki, Əntə minni və ənə minkə. Sən məndənsən, mən də səndənəm. Allah Resulünün əhl-i beytini sevmək əhl-i sünnətin etiqadının mövzularından birisidir. Əhl-i sünnətin etiqadının mövzularından birisi Allah Resulünün zövcələri. Əhl-i sünnətin etiqadı bu barədə ondan ibarətdir ki, Allah Resulünün zövcələri bu dünyada da, ahirətdə də Allah Resulünün zövcələridir. Ən-nəbiyyə əvlə bil-mü'mininə min ənfusihim və əzvəcuhu umməhətuhum. Allah subhanahu wa ta'ala Əhzab surəsinin əvvəlində buyurur ki, Peyğəmbər möminlərə onların özlərindən də daha yaxındır və onun zövcələri onların analarıdır. Allah Resulü aleyhissalatu vesselam buyurur ki, Fadlu Aişətə alə səirin nisə kə fadli sərid alə səirit təam. Ayşənin digər qadınların üzərinə olan fəziləti sərid yeməyinin digər yeməklərin üzərinə olan fəziləti kimidir. Allah Resulünün zövcələri ilə bağlı etiqadımız bundan ibarətdir. Kim Allah Resulünün zövcələrinə dil uzadarsa, həmən kəs kafirdir. Xüsusən də Ayşə radiyallahu anhə, Nur surəsində Allah subhanahu wa ta'ala məşhur ifk hadisəsindən sonra Allah subhanahu wa ta'ala Ayşə radiyallahu anhəyə verdiyi bəraətdən sonra kim Allah Resulünün zövcələri ilə bağlı, xüsusən də Ayşə radiyallahu anhə ilə bağlı bir pis söz danışarsa həmən kəs küfr etmişdir, kafirdir. Bu mövzular əhl-i sünnətin etiqadının mövzularıdır. Bu məsələlər bizim dinimizin əsaslarıdır. Bu məsələlərdən əhl-i sünnətin etiqadının mövzularından daha mühüm bir mövzu iman mövzusu. Əhl-i sünnətin etiqadına görə iman sözdən, etiqaddan və feildən, əməldən ibarətdir. İtaətlə artır, asiliklə azalır. Bu bizim etiqadımızdır. İmam Şafii rahiməhullah buyurur ki, Kənəl icmə minəs-səhabəti və-təbiinə min ba'dihim və mən ədrəknəhum yəqulun. Səhabə, tabiin və onlardan sonra bizim gördüyümüz kəslərin belə bir icması var idi. Əl-imənu qovlun və əməlun və niyyətun. Lə yəczi vahidun minəs-sələs illə bil-əxir.
İman niyyətdir, əməldir və sözdür. Və bunun hər üçündən birisi digəri olmadan keçərli deyil. Muhammed ibn Abdülvahhab rahiməhullah Kəşf-i Şübhətdə buyurur ki, Lə xilafə ənət təvhid, lə buddə ən yəkunə bil qalib, vəl lisən, vəl əməl. İn xəllə şeyun min hədə ləm yəkun ər-racül muslimən. Heç bir ixtilaf yoxdur ki, tövhid labüddür ki, dildə, qəlbdə və əməldə olsun. Əgər bu üç şeydən birisi olmazsa, kişi müsəlman olmaz. Bu əhl-i sünnətin etiqadıdır. Burada əhl-i sünnətə müxalifət edən firqə, qədimdə də, bugündə irca məzhəbi, murciə məzhəbi, onların etiqadına görə əməl imandan deyil. Bu iman məsələsində təfriddir. Və ikinci məzhəb bu məsələdə xarici məzhəbi. Böyük günahların işlənilməsi küfürdür. Əhl-i sünnət isə bu iki firqənin ortasındadır. İman, söz, etiqad, əməldən ibarətdir. İtaətlə artır, asiliklə azalır. Və insanı kafir edən şey iki şeydir. Ya küfür, ya şirk. Böyük günahlar insanı kafir etməz. Bu məsələlər əhl-i sünnət və cəmaət məzhəbinin mövzularıdır. Xütbənin əvvəlində dedim ki, bizdən soruşulsa, necə inanırsınız? Bizim inandığımız etiqadın mövzuları bu mövzulardır. Və öndə zikr etdiyim kitablar, əhl-i sünnətin etiqadını bildirən kitablar bu mövzular həmən kitabların içərisindədir. Və bizim inancımız bu mövzulardan ibarətdir. Bizim digər məzhəblərlə fərqimiz bu məsələlərdən ibarətdir. Bu məsələlər bizim müxtəsər olaraq etiqadımızın məsələləridir. Subhanək Allahım və bihəmdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və ətubu iləyk. Elhamdülillahi Rabbil alemin və l-aqibətu lil-muttaqina və la udvana illə aləz-zalimin. Əşhədu ən la ilahə illallah vahdahu la şərikə ləh və əşhədu ənə Muhammədən abduhu və rasuluh. Əhl-i sünnətin etiqadı mövzular olaraq öndə zikr etdiyim mövzular və digər mövzular. Əhl-i sünnətin qədimdən bugünə və etiqad kitablarında sıralanan etiqadı bundan ibarətdir. Müasir dövrə gəldikdə, müasir dövrdə İslam dəvəti və həmən dəvət əsnasında digər firqələrlə əhl-i sünnət məzhəbinin fərqləndiyi məsələlər, fərqləndiyi xüsusiyyətlər, cəhətlər. Müasir dövrdə bugün insanlarla əhl-i sünnət məzhəbinin arasında olan ziddiyyətli məsələlər bugünün şirk məsələləri, bugünün gündəmdə olan məsələləri. Bu məsələlərdə bizim dəvətimiz, mənhəcimiz Nəcd uləmasının son əsrlərdə dəvət olaraq son dövrün, son zamanın məsələlərini nə cür açıqlayıblarsa və bugün insanlarla necə müamilə etmək, insanlara necə hökm vermək, şirki tanımaq, tağut məsələləri, vələ-vəl-bəra məsələləri, bu məsələlərdə bu dəvətdə bizim mənhəcimiz müvafiqət edir Nəcd uləmasının dəvətinə. Başda Muhammed ibn Abdülvahhab və sonra Muhammed ibn Abdülvahhabdan sonra olan övladları və tələbələrindən olan Nəcd uləmasının böyükləri. Süleyman bin Suxman, Hamid bin Nəsir, Əli Muammar, Abdullah bin Abdurrahman Əbu Bətin, Abdüllətif Ali Şeyx, Abdurrahman bin Hasan, Hamid bin Atik və s. Bugün etdiyimiz dəvət bu
alimlərin yazdığı, bildirdiyi günün məsələləri. Nəyi bildiribsə, yəni dəvətimizin əsas dayandığı insanlar bu insanlardır. Yəni dəvətimizdə əldə etdiyimiz, öyrəndiyimiz, insanlara çatdırdığımız məsələlər bu alimlərin ortaya qoyduğu məsələlərdir. Və bu alimlərin ortaya qoyduğu məsələlər onların rəyləri deyil. Yəni bu insanların etdikləri dəvət, ortaya qoyduqları əqidə bu alimlərə məxsus deyil. Bu sələfin zamanından bu günə qədər əhl-i sünnətin əqidəsidir. Bu alimlər bunu daha gözəl şəkildə insanlara nə edirlər? Açıqlayıblar. Bu məsələləri aydınlaşdırıblar insanlara. Və bu uləmanın, Nəcd uləmasının dəvəti başda Muhammed ibn Abdülvahhab olmaqla, dinin əsli olaraq bildirdiyi şey, etdiyimiz dəvət həmən bildirilən, Nəcd uləması tərəfindən bildirilən məsələlərdən ibarətdir. Muhammed ibn Abdülvahhab rahiməhullah Asl-ı-Dünül İslam və qaidətuhu əmrən, İslam dininin əsli və onun iki əsas qaidəsi adlı kiçik risaləsində İslam dininin əslinə belə bir tərif verir. İslam dininin əsli ilə bağlı şeyx buyurur ki, İslam dininin əsli və onun iki əsas qaydası. Birinci, əl-əmrul əvvəl, əl-əmru bi ibadətilləhi Teala vəhdəhu la şərikələ. Allah subhanahu və teala'nın tək olaraq ibadəti. Və təhridu alə zəlik, və buna təşviq etmək. Vəl-muvalatu fihi, və bunun üzərində dostluq etmək. Və təkfiru mən tərəkəhu, və bunu tərk edəni təkfir etmək. Əl-əmru səni, ikinci məsələ, əl-inzəru anişşirk fi ibadətilləhi Teala. Allah subhanahu və teala'nın ibadətində şirkdən çəkindirmək. Və təqlidu fi zəlik, və bunda sərt olmaq. Vəl-muadatu fihi, bunun üzərində düşmənçilik etmək. Və təkfiru mən fəaləhu, və bunu işləyənləri təkfir etmək. İslam dininin əsli, Nəcd uləmasının dəvəti bu iki cümlədən ibarətdir. Və bu iki cümləni Allah subhanahu və teala bir ayətdə cəm edir. Mumtahinə surəsinin 4-cü ayətində Allah subhanahu və teala buyurur ki, Qad kənət ləkum usfətun həsənətun fi İbrahimə vəl-ləzīnə məəhu. İbrahimdə və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. İbrahim aleyhissalam, onunla birlikdə olanlar nəbilər, zürriyyətindən olan nəbilər. İz qalu li qavmihim, onlar öz qövmlərinə dedilər, yəni bütün bu nəbilər, rəsullar öz qövmlərinə, şirk edən qövmlərinə belə xitab ediblər. İnnə bura'u minkum, biz sizdən bəriyik. Və mimmə tə'budunə min dunillahi, Allahdan başqa ibadət etdiklərinizdən də bəriyik. Kəfərnə bikum, sizi təkfir etdik. Və bədəə beynənə və beynəkumul ədavətu vəl-bəğda, və sizinlə bizim aramızda əbədiyyən ədavət, düşmənçilik və buğz yarandı. Həttə tu'minu billəhi vahdə, tək Allaha iman edincəyə qədər. İki cümlə bu ayətin içərisində Allah subhanahu və teala dinin əslini, peyğəmbərlərin dəvətini bu cür açıqlayır və buna nümunə deyir. Nəcd uləmasının dəvəti bundan ibarətdir. Şirk edən insan müsəlman ola bilməz. Abdüllətif Əli-Şeyx rahiməhullah buyurur ki, Mən fəalə şirk fəqət tərəkət təvhid. Fəinnəhumə diddəni lə yəctəmiən. Kim şirk işləyərsə, tövhidi tərk etmiş olar. Çünki bu iki şey ziddiyyət, bir-birinə ziddiyyət təşkil edən şeydir. Bunun ikisi bir yerdə ola bilməz. Abdurrahman bin Hasan rahiməhullah Durar-ı Səniyyədə buyurur ki, Əcmə əl-uləmə sələfən və xələfən minəs-səhabətə və təbiin vəl-əimmə və cəmi'u əhl-sünnə ənəl-mər'ə lə yəkunu muslimən illə bittəcərrüdü minəş-şirkəl əkbər vəl-bəra'ətü minhu. Sələfi, xələfi, sahabə, tabiin, bütün əhl-sünnətin imamları ittifaq edib ki, bir kişi şirki tərk etmədikcə müsəlman ola bilməz. Şirk edən insan müsəlman ola bilməz. Şirk edən insana müsəlman deyənin özü belə müsəlman ola bilməz.
Abdurrahman bin Hasan rahimehullah buyurur ki: "Lev arafa'l abdu ma'na la ilahe illallah, la arafa enne men şekke ev teraddede fi kufri men eşreke ma'allahi gayrehu ennehu lem yekfur bit tağut." Əgər qul la ilahe illallahın mənasını bilsə, mütləq bilər ki, Allahdan başqasına ibadət edənin təkfirində şək edən, tərəddüd edən kəs tağuta küfr etməyib. İkinci kəs. Muhammed ibn Abdülvahhab rahimehullah Rəsail-i Şəxsiyyə buyurur ki: "Əlləzi nukəffir." Bizim təkfir etdiyimiz insanlar. "Əlləzi yəşhədu ənə təvhid dinullah və dinu rasulihi." Bizim təkfir etdiyimiz kəslər, o kəslərdir ki, onlar şəhadət gətirirlər ki, tövhid Allahın və Rəsulunun dinidir. Və ənə dəvətə qeyrallahi bətilətun, və Allahdan başqasına dua etmək batildir. Bu etiqadda olan insan. Sonra yukaffiru əhli tövhid. Bundan sonra isə bu adam tövhid əhlini təkfir edir. Və yusammihimul xavaric, və tövhid əhlini xarici adlandırır. Və yətəbəyyənu mə əhlil qubə alə əhli tövhid. Şirk əhli ilə bərabər tövhid əhlinin üzərinə gəlir. Bu insanlar şeyxin təkfir etdiyi kəslərdir. Bizim təkfir etdiyimiz kəslər o kəslərdir ki, onlar şəhadət gətirirlər ki, tövhid Allahın dinidir və Rəsulunun dinidir. Və Allahdan başqasına dua etmək şirkdir. Bundan sonra isə tövhid əhlini təkfir edib, xavaric adlandırıb, şirk əhli ilə bərabər tövhid əhlinin üzərinə gəlirlər. Muhammed ibn Abdülvahhabın təkfir etdiyi kəslər. Və bu uləmanın dəvəti bundan ibarətdir. Şirk edən insan müsəlman ola bilməz. Və bunda cəhalət üzür deyil. İnsanın bilməməzliyi onun üçün üzür deyil. فَإِذَا عَرَفْتَ الْإِنسَانِ يَكْفُرْ بِكَلِمَةٍ يُخْرِجُهَا مِنْ لِسَانِهَا وَقَدْ يَقُولُهَا فَهُوَ جَاهِلٌ فَلَا يُعْذَرُ بِالْجَهْلِ. Muhammed ibn Abdülvahhab Kəşf-ü Şübhətdə buyurur ki, bir kişi küfür kəlmə söylüyor. Ola bilsin ki, söylədiyi kəlmə əsnasında cahildir, ancaq cahilliyi ilə üzürlü deyil. Süleyman bin Suhman rahimehullah Kəşf-ü Şübhəteyn adlı risaləsində buyurur ki, İnnə şirkəl əkbər min ibadətə qeyrəllah və sarfuha limən əşrəku məəllahi qeyrəhu minəl ənbiyyəi vəl-əvliyəi və salihin. فَإِنَّ هَذَا لَا يُؤْذَرُ أَحَدٌ بِالْجَهْلِ فِيهِ بَلْ الْإِيمَانُ بِهِ مِنْ ضَرُورِيَّاتِ الْإِسْلَامِ. Allahdan başqasına edilən ibadət böyük şirk və hər hansı bir ibadəti Allahdan başqasına, peyğəmbərlərə, vəlilərə, salihlərə çevirmək, bu məsələdə heç bir kəsin cəhalət üzrü yoxdur. Əksinə bu məsələ insanın bilməsi olan dinin zəruri məsələlərindəndir. Bu məsələdə ixtilaf yoxdur. Üzərində ittifaq olunmuş məsələdir, dinin əsli. Şirk edən insan müsəlman ola bilməz. Şirk edən insan, Allahdan başqasına ibadət edən kəs bilməməzliklə üzürlü deyil. Və şirk edən insanlara müsəlman deyən insanlar da müsəlman ola bilməzlər. Şirk edən insana İslam hökmü vermək, şirkə İslam hökmü vermək deməkdir. Nəcd üləmasının dəvəti bundan ibarətdir. Və bizim dəvətimiz də bundan ibarətdir. Deməli, zikr etdiyim məsələlər əhl-i sünnətin etiqadının, etiqad kitablarında olan məsələləri və bugün bizim dəvət etdiyimiz əsnada bizim mövqeyimiz əhl-i sünnət üləmasının ümumilikdə, Nəcd üləmasının xüsusilikdə məzhəbi. Bizim etiqadımız bundan ibarətdir. Dəvətimiz bundan ibarətdir. Allah subhanahu və teala'dan istəyirəm ki, bizi bu etiqadın üzərində sabit etsin. Və bizim bu dəvəti bu ölkədə bərəkətləndirsin. Və bizim bu dəvətə qarşı olan insanları zəll etsin. Allah subhanahu və teala'dan istəyirəm ki, əsirlikdə olan qardaşlarımızı azad etsin. Allah subhanahu və teala'dan istəyirəm ki, Allah yolunda olan qardaşlarımıza kömək olsun. Onlara qələbələr bəxş etsin. Düşmənlərini məhv etsin. Və axiru da'vana anilhamdülillahi rabbil alemin. Subhanək Allahum və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.